Uzağı 5-6 il sonra işlənmiş maşın almaq istəyənlər bunu əlbəl axtaracaq. Bu Grandero'ya baxanda 15 il əvvəlki Kantlı Sonatanın səviyyəsini görürəm. Koreyadan Garaj 44-ün motor və korobkasına zəmanət verdiyi bu Yeşka rəqibini özünü S-Class kimi aparsa da 32.000 dollardan başlayan qiymətlə gətirə bilərsiniz. Ta 86-cı ildən ilk Grandero Mitsubishi'nin kuzasını yığmışdılar. Hyundai'nin Grandero olan hörməti elə ondan bəlli idi. Dizayneri əvvəlki Porsche və Bentley dizayneri olan Yang Yupli deyir ki, premium avtomobili düzəltməyin tək yolu elə onu premium göstərməkdir. Liyə görə premiumluq işıqda belə görsənməyən zülmət qaranlıq deməkdir. Ona görə bu versiyasına qıraqdan baxanda qaradan başqa heç bir rəng görmürsən. Adam gedib 30 ildə heç bir maşına qoyulmayan 3-cü sıra şüşəni belə geri qaytarıb kişi. 1.6 hibrid zordur, amma biraz pulun varsa 3.5 və 6-sı başqa söhbətdir. Amma gəl ki 230 at güclü bu gəmi 100-ə cəmi 5-6 litr işlədir. Lidayı bahalı zövqü yaxşı bilir ki, içinə də elə premium lounge adını verir. Ön panelə sanki BMW-dən ilhamlanaraq bir ekran qoyublar və təbii ki düyməli konsolu da unutmayıblar. Özəl tikişli premium dəri nappa oturacaqlardan tutmuş tavanına qədər əsl Alcantara ilə özlüyüblər. Ruluna belə oturanda özünü vacib biri kimi hiss eləməmək mümkün deyil. Bir də ki, içərə 1 qram belə səs buraxmır. Buraxsa belə içərdəki kolonkalarla sındırıb ANC naushniklər kimi səsin qabağını alır. Yollardakı çuxurları belə əvvəlcədən təyin edən askı sistemi olan bu avtomobili sanki indiyə yatırım eləyib gələcəkdə də uduzmaq istəməyənlər ala bilər. Koreyadan ucuz qiymətə belə bir Grandero əldə etmək istəyən Garaj 44-ə müraciət edə bilər.